Qorxulu səslənəcək bilirəm, lakin bir asteroid Ay ilə toqquşa bilər. Bunun qarşısını almaq üçünsə biz o asteroidi sözün əsl mənasında nüvə bombasını atmağa məcburuq. Əvvəl alimlər hesab edirdilər ki, bu asteroid yer kürəsinə düşə biləcək. Lakin pis xəbər odur ki, Ay ilə toqquşacaq. 60 metr hündürlüyə sahib olan bu asteroidin Aya çırpılması çox təhlükəlidir. Çünki bu toqquşma sayəsində yer kürəsi ətrafında çox böyük bir toz buludu formalaşa bilər. NASA hətta bununla bağlı bir neçə təklifləri irəli sürüb. Birinci təklif ondan ibarətdir ki, kosmik aparatla bu asteroidi toqquşdurmaq lazımdır ki, o öz trayektoriyasını dəyişə bilsin. Lakin problem ondan ibarətdir ki, bu hadisə 7 il sonra baş verəcək. Biz bunu elə etməliyik, elə hesaplamalıyıq ki, zərbə trayektoriyasını dəyişmək üçün yetərli olsun. Amma ən maraqlısı olan və təhlükəlisi də bu deyil. Çünki trayektoriya səhvən bu asteroidi yerə doğru çəkə bilər. Ona görə də bu təklifi keçirmədilər. Növbəti təklif isə 1 megaton gücündə olan bomba ilə asteroidi parçalamaqdır. Elə bu səbəbdən də gələn il fevral ayında bu asteroida bir də baxılacaq və ona qarşı nə edə biləcəyimizi hesablayacaqlar. Gələn ilin fevralı bununla bağlı daha ətraflı video hazırlayıb göndərəcəm. Ona görə də bu məlumatı itirməmək üçün kanala abunə ol və videonu like etməyi unutma.